İmtahana düşmüş sual tiplərindən birinin izahına diqqət edirik ki, necə işləmək lazımdır. Sualın şərtini mütləq oxuyub başa düşməliyik ki, sonra cavaba keçək. Nə deyir sualda? 14-15-ci əsrlərdə baş vermiş 100 illik müharibədən fərqli olaraq Fransa, yəni Fransanın 100 illik müharibə dövrünə aid olmasın. Yəni 1337-1453 Fransasına aid olmasın. Bunu bildik. 30 illik müharibə 1618-1648-dir. Fransa 30 illik müharibədə Avropada protestant qüvvələrini müdafiə edib, düzdür. Dövlət mənafiyə prinsipindən də çıxış edib, düzdür. AB düzdür. Əslində cavab çıxır. Yenə baxırıq. İngiltərənin Avropada hegemonluğuna qarşı mübarizə aparıb. Bu 30 illik müharibəyə aid deyil, amma 100 illik müharibədə var. 30 illiyə aid olanı seçir deyən, ona görə AB düzdür, C səhvdir. Gəlirik 7 illik müharibə. 7 illik müharibə 1756-1763-dür. İngiltərə ilə Fransa arasında olub. 100 illik müharibədə İngiltərə ilə Fransa arasında olub. A variantında İngiltərəyə qarşı mübarizə aparır dediyi ortaq cəhətdə, ona görə A-nı götürə bilmərik. Gördünüz, bir dənə A-nı bilməklə 4 variant çıxdı. Şimali Amerikada müstəmləkələrini itirdi. Doğrudan da 7 illik müharibədə müstəmləkələrini itiribdir. Qalib gəlməsi 7 illik müharibədə İngiltərə qalib gəlib, Fransa məğlub olub. Amma 100 illik müharibədə Fransa qalib gəlib, İngiltərə məğlub olubdur. Doğru cavab E variantıdır. Sadəcə olaraq bu sual diqqət tələb edirdi. Fikir verdinizsə, məsələn, ikinci variantda bir dənə 7 illik müharibənin ortaq cəhət olmağını, 100 illiklə hər ikisinin İngiltərəyə qarşı aparılmağını diqqətimizdə saxlasaydıq, cavab hazır olardı. Eynən, məsələn, C-ni seçməklə ki, qalib gəlməsi. Belə sualları görəndə özümüzü qorxutmuruq. Sualın diqqətlə oxusaq, cavab hazırdır.